Əziz xanımlar, həyatlarınızda gözəl dəyişikliklər eləmək istəyirsiniz. Gözəl pullar qazanmaq istəyirsiniz. Özgüvənli, özünü bilən, sözünü bilən, ayağını möhkəm yerə vuran, hörmətli bir biznes xanımı olmaq istəyirsiniz. Baxımlı, gözəl, göyçək, gənc, təravətli olmaq istəyirsiniz əzizlərim. Onda yaxın oturun. Demək, bu həftənin bazar günü, yəni bu ayın 11-də nə qədər qalıb? 4 gün qalıb da. Bu həftənin 2-ci gündür. Saat 1 tamamda şəhərin mərkəzində gözəl otellərin birində çox mükəmməl bir tədbirimiz olacaq xanımlar. Mən sizləri dəvət edirəm. Yəni kimlər gəlmək istəyirsə, kimlər məni buradan görürsə, əgər sosial şəbəkələrdən görürsə, ya məni, ya bütün komandanın, xanımların. Çünki qrupla çəkirik, atırıq videoları qruplara. Hər kəs paylaşır. Sosial şəbəkələrdən kim görüb müraciət eləsə nömrələrimizə, sizlər üçün ödənişsizdir. Qonaq qismində dəvət eləyəcəyik. Əlbəttə ki, adınız, familiyanız, pasportunuz belə yoxlanılacaq qapıda, ondan sonra içəri alınacaqsınız qonaq qismində. Ona görə də müraciət eləyin, indidən müraciət eləyin, çünki zal dolandan sonra müraciət eləsəniz də belə fayda verməyəcək. Bax, deyir sizə Şəhla xanım, yəni mənə minlərlə insan, minlərlə xanımlar yazır da. Mən sizə bu videonu çəkim qutarım, sizə göstərəcəm. O biri telefonundan çəkib göstərəcəm, bax, nə qədər müraciətlər varsa, sayı hesabı yoxdur onların. Yəni, dediyim kəlmələrdə bir zərrə də şişirdirmirəm heç nəyi olduğunu deyirəm. Soruşursunuz da, Şəhla xanım, maşını necə aldın? Yeri gəlmişkən ikinci maşınımı aldım. Sonra Amerikaya necə getdiniz, Tayvana necə getdiniz, nə bilim, Parija necə getdiniz. Sonra yeri gəlmişkən yaxında artıq bizim biletlər alınıb, otellər tutulub, 5 ulduzlu otellər şirkət tərəfindən. Əlbəttə, elə belə gəzməyə getməyə nə var ki, hamı gedir. Amma biz şirkət tərəfindən bilirsiniz necə gedirik? Ralliyə gedirik. Orada 40 min insan olur. 147 ölkələrdən. Bu başqa bir şeydir. Hələ oradan gələn bir 3-4 gün adam özünə gələ bilmir ki, o rallidəki olan şeyləri görürsəm. İnsan deyir, niyə bəs mən yox? Əlbəttə, biz də onlardan birisiyik. Yəni, birisiyik ki, seçilirik, göndərilirik oralara. Sonra yaxında biz Antalya'da olacağıq. Həmən o rallilərdə. Apreldə Allah qoysa Dubaydayıq. Möhtəşəm bir 40 minlik arenada olacağıq. Ondan sonra bizdə Afrika var. Ondan sonra Gonkong var və s. və ilaxırda. Belə il ərzində bax belə olur. Çox gözəl səyahətlər olur. Səyahət deyəndə yenə deyirəm, rallilərdir. Səyahətə hər kəs durub gedə bilir. Amma ralli bir başqa bir şeydir. Belə xanımlar, sonra tədbirimiz 3 hissədən ibarət olacaq, əlbəttə ki. Tanınmışları dəvət eləmişik ora. Sizlər üçün xoş olsun, maraqlı olsun deyə. Sonra ilk başlıqda əlbəttə ki, tanıtımlar, bu belə şeylər olacaq. Ondan sonra seminar deyirəm, tədbirin əsas hissəsi olacaq. Ondan sonra gözəl bir əyləncə olacaq. Hər tərəfli dincələcəksiniz, hər tərəfli həm gözəl məlumatlar alacaqsınız. O məlumatları qısa bir müddətdə bir həzm eləyəcəksiniz evə gedəndən sonra. Ondan sonra artıq yeni bir etapa keçmiş olacaqsınız. Yeri gəlmişkən rəfiqələrimi də buradan dəvət eləyirəm, çünki vaxt olmur zəng vurmağa. Sonra qohumlarımın bir neçəsi, çünki onlar da maraqlanıblar. Belə hələlik mən sizləri gözləyirəm.